deyərdim ki, əgər təkanverici qüvvə kimi atamı deyərdim. O nümunə səni göstərərdim. Mənim elə bütün mübarizəm orada bitdi. Siz öz xəyallarınıza inandıqdan sonra, Allah üçün mübarizə apardıqdan sonra əmin olun ki, hər şey daha rahat olacaq. Olub ki, mən piyada saatlarla yol getmişəm. Mən düşünürəm ki, birinci mən sevgi deyərdim. Özümdə zamanında tapmadığım olmayan pes etməmişəm. Vaz keçməmişəm arzularımdan, xəyallarımdan. Səhifəmiz bir çətinlikdir. Və əlbəttə ki, hər uğurda da bir problem var. Burada əldə olunan uğuru mən bacardım deyə bilmək məncə daha qısa bir şeydir. Və həmin o şagirddən deyərəm ki, fəxr edirəm. İnsanlar həmişə deyirəm ki, kimisə sevdiyini mütləq deyil. Özümü də şahid olanlar həmişə məruz qalmışam. Müəllim kimi düşünənlər. Çünki ilk dəfə ingiliscə hərfləri o yüzden öyrənmişəm. Düşünün, İngilizcə həqiqətdir. Yəni ki, sən bunu Salam əziz dostlar, ilk podkastımızda hər birinizi xoş gəldik. Bugün çox xüsusi bir söhbətimiz olacaq, hansı ki çox xüsusi bir insanla olacaq bu söhbət. Xoş gəlmisiniz Babək müəllim. Çox sağ olun Fərdə xanım. Təşəkkür edirəm, var olun həqiqətən və dəvət üçün minnətdaram, təşəkkür edirəm. Mən ilk öncə istəyirəm ki, Babək müəllim necə oldu? Bizim podkastımızda qonaq oldu, ondan danışır. Biz Bakıda təsadüfən bir tədbirdə qarşılaşdıq Babək müəllimlə və mən əslində həmin müddət ərzində hələ yeni qərar vermişdim ki, mən YouTube açacağam. Və ilk dəfə Babək müəllimə demişdim ki, Babək müəllimə YouTube açmaq fikrim var. Və Babək müəllim tərəddüdsüz şəkildə mən buradayam sözünü mənə dedi. Bütün dəstəyini həmin andan mən hiss elədim və mən həmin an qərar verdim ki, bəlkə də mənim ilk videolarımdan birində məhz Babək müəllim mütləq şəkildə olmalıdır. Mən elə YouTube'umu açmamışdım. Və əslində biz indi bu videonu çəkəndə mənim YouTube-um hələ açılmayıb. Amma Babək müəllim tərəddüdsüz şəkildə qəbul edib. Heç takipçisi belə olmayan bir YouTube kanalına. Sırf mən onun şagirdiyəm deyə gəlməyi qəbul edib. Və məncə artıq buradan bəllidir ki, Babək müəllim şagirdlərinə necə dəyər verir. Çox sağ ol, həqiqətən Fərdə, var olasan və mənim üçün həqiqətən bir böyük necə deyək, bir dəyərdir ki, həqiqətən ilk podkastında məni dəvət eləmisən və əlbəttə ki, mənim bir mənəvi bir borcumdur da eyni zamanda ki, sənin o gözəl hər hansı bir layihə, sən və sənin kimi, sənin timsalında bütün gənclərin olan bir layihələr olsun, aksiya olsun, hər hansı işində dəstək olmaq, yanında olmaq mütləqdir və biz bununla inkişaf edirik, bununla öyrənirik və mən həqiqətən bir daha təşəkkür edirəm ki, məni dəvət eləmisən və inanıram ki, çox maraqlı, gənclər üçün çox maraqlı və çox produktiv, məhsuldar, bir gözəl bir görüş olacaq. Təşəkkür edirəm. Onda başlayaq. Başlayaq. Zəhmət olmasa özünüzü təqdim edin. Mən Babək Rızazadə, Astara Şəhərbi nömrəli tam orta məktəbinin ingilis dili müəllimiyəm. 10 illik pedaqoji fəaliyyətlə məşğul oluram, yəni stajım var və bu illər ərzində 2 il Lerikdə çalışmışam, 1 il Şağacı kəndində işləmişəm məktəbdə və artıq 8 ildir ki, Astara Şəhərbi nömrəli tam orta məktəbində işləyirəm. Eyni zamanda mən müxtəlif beynəlxalq və yerli layihələrdə iştirak eləmişəm, Fulbright məzunuyam. Yəni ABŞ-da, Montana Dövlət Universitetində təhsil almışam. Eyni zamanda bir neçə xarici ölkələrdə təlimlərdə iştirak eləmişəm. Yerli təlimlərdə iştirak eləmişəm və burada öyrəndiklərimi xüsusən öz rayonumda, öz şagirdlərimlə, bizim Astara gəncləri ilə bölüşmək çox xoşdur və bu səkidə mən bu istiqamətdə işlərimi davam edirəm. Mən artıq suallarıma keçelim. Sizin müəllimlik yolunuzun başlanğıc nöqtəsi nə idi? Gözəl sualdır. İlk öncə təşəkkür edirəm suala görə. Mən həmişə düşünmüşəm və bu cümləyə həmişə inanmışam ki, insan müəllim olmur, müəllim doğulur. Mən düşünürəm ki, mən də o insanlardanam ki, müəllim doğulmuşam. Buna görə ilk öncə mən Allaha təşəkkür edirəm. Şükürlər olsun. Amma əlbəttə ki, mənim üçün bu cümlə deyərdim ki, əgər təkanverici qüvvə kimi atamı deyərdim. O hər zaman məni müəllim kimi görmək istəyib və hər zaman da, yəni onun ilk sözü mənə olub ki, sən müəllim olacaqsan və elə bilirəm ki, o görürdü mənim, yəni gələcəkdə uğurlu bir müəllim ola biləcəyimi görürdü və mən özümə o dərəcədə bəlkə inanmamışam, amma o inanıb. Düşünürəm ki, onun cümləsi deyərdim və eyni zamanda da bir neçə müəllimlərim olub ki, onların da
mənə üzərimdə olan əziyyətləri və onların sözlərini deyərdim ki, mənim bu gün müəllim olmağımda böyük rol oynayıblar. O suallar da var. Hansı müəllim, hansı insan sizə dəstək göstərib bu yolda? Amma mən də sizdən razıyam ki, bəzən insan həyatda öz yolunu seçərkən həyat onu birinci seçir. Bəs müəllimlik sizə insanlıq haqqında öyrədir? Ya da hansı tələbənizdən öyrəndiyiniz bir dərs olur? Bu da gözəl sualdır. Əslində deyərdim ki, bəli, biz hər gün normalda sinif otağında öyrənirik. Yəni hər gün və bu belə olacaq. Əslində inkişaf üçün, yəni mütləq problem olmalıdır və bu problem də hər problem də bizə yeni bir dərs öyrədir, düşünürəm və çünki biz differensial siniflərdə, yəni siniflərimiz, yəni şagirdlər differensialdır. Müxtəlif ailələrdən gəlir. Həm maddi, mənəvi olaraq onların keçdiyi yol çətin və orta asan olmaqla bölünür. Yəni əgər bir sinifdə 20 şagird varsa, düşünün ki, o 20 müxtəlif ailə deməkdir, 20 müxtəlif tərbiyə deməkdir. Biz də sinif otağında onların bərabərliyini təmin etməliyiksə əgər, mütləq şəkildə burada problemlər ortaya çıxır və biz bu problemlərdən öyrənirik. Yəni differensial sinifdən öyrənirik. Mən deyərdim ki, xüsusən empatiya hissini mən şagirdlərimdən daha çox öyrənmişəm. Çünki onlara hər birinə fərqli, onların yerində olaraq yanaşma, bu empatiya hissi mənim insanlığımda da yəni təsir edib. Məsələn, haçansa belə elə bir an olubmu ki, bir şagirdinizə baxıb demisiniz ki, mənə nəsə öyrətdi. Yəni Çox olub, düşünürəm. Elə bunlardan biri də indi buradakı hal-hazırdakı vəziyyətdir. Deyərdim ki, həqiqətən yəni bu gün sənin olduğun məqam, yəni bu dəqiqə, yəni özünə inam, yəni özün üzərində çalışmağın, zəhmətkeşliyin, yəni tam səmimi deyirəm ki, buradan da bir şey öyrənirəm. Elə bunu deyərdim, nümunə səni göstərərdim. Biz şagirdləriniz olaraq həmişə sizin ən motivasiyalı tərəfinizi görmüşük, çünki bizə həmişə motivasiya olmusunuz. Amma mən bilirəm ki, hər uğurlu insan hekayəsində bir mübarizə olur. Bəs sizin bu mübarizəniz nədən ibarət idi və yaxud da sizə bu yolda, bu Babək müəllim olmağınıza gələn yolda olan ən çətin, ən sizə ağrılı gələn anlar? Bu sual məni aparacaq uşaqlığıma. Belə deyək ki, yəni 1-ci sinifdən 11-ci sinif, hətta deyəlim tələbəliyi də daxil edərdim, o illərimi aparacaq. Əslində uzun və çox da şirin, çətin, maraqlı bir marafondur olub. Yəni deyərdim ki, mənim uşaqlıq vaxtımdan yaşadığım və yaxud oradakı çətinliklərim, yəni bizim ailə, biz 6 nəfərdən ibarət olmuşuq. 4 uşaq olmuşuq, ata və ana. Amma biz yəni ailə olaraq yoxsul ailə sayılmışıq kənddə. Və oradan qaynaqlanır. Düz mənim atam hər zaman valideynlərim təhsilə birinci önəm verib, yəni və bunun da bariz nümunəsidir ki, 4 nəfərin biz 4-ümüz də yəni təhsilliyik ailədə. Və həmin o yaşadığım çətinliklər belə deyək, biraz maddi sıxıntılarımız olub və onlar mənə çox şey öyrədib. Və orada mən mübarizliyi öyrənmişəm, düşünürəm. Düşünəndə ki, xatırlayıram, mən təxminən 5-ci sinifdə oxuyurdum. Biz kənddə yaşayırıq. Kiçik bir kənddir, təxminən rayona 1 saatlıq belə deyim də məsafədir. Mən ümumiyyətlə bir qədər maraq dairəm çox olan insan olmuşam, uşaq olmuşam və mən musiqini həddən artıq çox sevirdim. Və qərar verdim ki, evdə dedim ki, bəs mən musiqi öyrənmək istəyirəm, musiqiyə həvəsim var. Əlbəttə, atam da çalışırdı mənim istəklərimi yerinə yetirsin, amma ki, bunun üçün çətinliklər, necə ki, yenə maddiyyata dayanırdı və nəhayət mən çox da tərs uşaq olmuşam. Nəsə istəyirdim, mütləq dedim ki, bunu edin də, mən bilmirəm, yəni bunu edəcəksiniz, yəni və atam məni musiqi məktəbinə yazdırdı və mən musiqi məktəbinə hansı çətinliklərdən gedirdim, avtobusla, səhərlər, xeyr, qarmon. Hətta mən fortepiano sevmişdim əslində. Necə oldu, qarmon oldu, onu da deyim, onda da bir şey vardı. Getdim, dedilər ki, yox, bizdə dolub. Atam gecikdirdi, gecə apardı. Dedilər ki, yox, artıq fortepianoda şagird sayı da yeni şagird götürə bilmirik. Mən də düşündüm ki, hədə dildir, qarmon. Mən qarmon öyrənib fortepiano ifa edə bilərəm də. Və
Elə oldu ki, qarmon sinifində mən 3 il tədris aldım və həmin 3 ildə o yaşadığım çətinliklər, çünki mən yenə deyirəm, bir qədər, yəni hətta yol, yəni pulumda belə çətinliklərim olurdu, amma çox istəyirdim, dərsdən də qalmaq istəmirdim və eyni zamanda günorta məktəbə çatmalı idim, marşrut tapa bilmirdim və 3 il bunun əziyyətini çəkdim. Sonra gördüm ki, bu nədir? Mən artıq seçim etmək məcburiyyətindəyəm. Ya orta məktəb əldən gedirdi, ya da ki, musiqi. Yəni ikisindən birini seçməli idim sanki. Mən təhsilə, elmə o qədər sevgim vardı ki, təəssüflə deyim ki, yəni mən musiqini orada saxladım və orada bir dənə kadrı heç vaxt unutmaram. Məsələn, mən qarmon ala bilməmişdim, amma ki, hansı ki biz orada solfeggio dərsi, xor və yaxud elə ixtisas dərsini evdə məşq etməli idik. Xüsusən ixtisas dərsində evdə qarmon olmalı idi ki, mən onları məşq edə bilim və müəllimim də əslində yaxşı insan, yaxşı müəllim idi. Amma o da bir yerdə artıq dözə bilmədi də. Mən gəlirdim, evdə məşq etmədiyimə görə sinifdə bir qədər zəif ifa edirdim də, o əsərləri, tapşırıqları yerinə yetirirdim. Artıq nəhayət müəllim bir neçə vaxtdan sonra qayıtdı ki, axı sən bunu almalısan, sən yoxuncusan, sən öyrənə bilməzsən. Yəni o söz sanki mənim üçün yəni bir son oldu da. Dedim ki, yox, mən daha bu musiqi məktəbə getməyəcəm və onunla da mənim elə bir ki, mübarizəm orada bitdi. Deyərdim ki, mən daha getmədim, inanın. Yəni evdə dedilər ki, axı sən 3 ildir davam edirsən. Yox, mən bir daha ayaq qoymayacağam o məktəbə. Amma yəni indi də çox sevdiyim, yəni fortepiano ifa etmək öyrənim, yəni marağım çox var ona. Və bu sadəcə nümunə idi. Amma ki, bu kimi müxtəlif çətinliklərim olub ki, hansı ki, hazırlıq dövründə bu çətinliklərim olub ki, mən müəllim yanına gedə bilməmişəm. Tələbə vaxtı olduğum çətinliklər olub ki, mən piyada saatlarla yol getmişəm və yaxud, nə bilim, yenə universitetdə olan maddi sıxıntılar olur. Yəni, əsasən maddiyyatla bağlayardım bu sıxıntılarımı, yəni başqa bir şey yox, yəni maddiyyatla bağlayardım və bunların hamısı məni mübariz edib və mənə sanki həyatı öyrədib. Bir də, necə deyim, yəni ayaq üstə qalmağı öyrədib və bu gün üçün də əgər mən kiməsə kömək etməyə istəyirəmsə, daha çox istəyirəmsə, empatiyadan danışdım, onu istəyirəmsə, məncə o illəri mən yəni borcluyam, həmin illər mənə öyrədib. Yəni dediniz ki, fortepiano, qarmon müəllimi sizin həmin o insanın sözünə görə siz dayandırmısınız da, belə anladım. Yoxsa həm də çətinliklər olub, amma bəli, çətinliklər, amma tam buraxmağımın səbəbi məncə o cümlə idi. Bu an idi. İnsanın həyatına toxunuşudur. Çünki mən özüm də məktəb vaxtımdan çox yaxşı xatırlayıram ki, bəzi müəllimlərimə çox xüsusi mənalar yükləyirdim. Siz də onlardan biriydiniz. Amma həmin müəllimlərdən bəzən o inamı görməyəndə istər-istəməz insanın özünə olan inamı da qırılır. Amma düşünürəm ki, deyəsən həmin müəllimlərdə məhz elə oldu. Bəlkə də, yəni bəlkə də. Amma müəllimlərin əslində həyatımıza təsiri çoxdur. Xüsusən də məktəb vaxtlarında. Bəli. Bəzi sözləri həqiqətən də insana Heç çox zaman, təsir bəli, edir. heç zaman unudulmur. Yaxşı və yaxud yaxşı olmayan mənada. Keçək o bir sualımıza. Keçək. Bəzi insan başqalarına hoşluq verir ki, özü vaxtında onu ala bilməyir. Sizcə, siz gənclərə nəyə verirsiniz ki, bir zamanlar sizdə o yox idi? Əslində sual biraz, bəlkə də bayaq o suala müəyyən qədər cavab verdim ki, hazırlıq vaxtı gördüyüm çətinliklər, hansı ki, məsələn, mən 2 fəndən hazırlığa, belə deyək də, yəni hazırlığa getmişəm və repetitor yanına deyək də və oradakı müəllimlər də mənə həqiqətən çox böyük maddi tərəfdən olsun, ümumiyyətlə mənəvi tərəfdən olsun, çox diqqət göstəriblər. Amma hansı ki, digər fənlərdən istəmişəm, amma bu alınmayıb məsələn. Özüm oxumağa çalışmışam, amma hansı ki, bu gün isə çalışıram ki, araşdırım ki, kimin o tərəfdən ehtiyacı varsa mən onlara kömək edeyim, özümdə hansı ki, olmayıb. Kitablar, məsələn, bizim zaman biraz da fərqli idi deyə, məsələn, 20 il əvvəl biraz kitab tapmaq çətin idi. Yəni, nəinki hazırlıq üçün, eyni zamanda məktəb kitabları belə verilmirdi bütün fənlərdən, məktəblərdə. Mən hal-hazırda o boşluqları çalışıram ki, indi şükür Allah, həqiqətən yaxşıdır. Yəni, kitab tərəfdən, digər tərəfdən, yəni şagirdlərimiz demək olar ki, təchiz olunub, yaxşıdır. Amma ki, yenə elə yerlər var ki, elə ailələr var ki, onların mən yanında olmağa çalışıram və bunlar biraz işin maddi tərəfidir. Mən düşünürəm ki, birinci mən sevgi deyərdim. Sevgi, xüsusən əgər o sevgi, inam, şagirdin sənə inanmağı.
Və ən böyük, yəni maddi, bunlar hamısı elə şeylərdir ki, yəni bunlar olacaq, yəni başqa bir yerdə tapmaq olar, mütləq deyil o Babək müəllimdə olsun, yəni yüzlərlə müəllimdə tapa bilər o hissəsini məsəl üçün. Amma ki o sevgi, o sənin şagirdin sənə olan inamı, yəni səninlə bir dost olmağı, yəni müəllim mən düşünürəm ki, mən şagirdimə birinci ən önəmlisi dostluq və sevgi tərəfdən yanaşıb verməyə çalışıram ki, bunlar hansı ki biz heç də bütün müəllimlərdən onu görməmişik, almamışıq öz vaxtlarımızda. Mən bunu deyərdim. Əslində mənim suallarımdan biri də o idi ki, mənə artıq məlumdur ki, sizin elə şagirdləriniz var ki, hətta yüzlərlə şagirdiniz var ki, siz onlara tamamilə ödənişsiz dərs keçmişsiniz. Və suallarımdan biri də bu idi ki, bu fədakarlığın arxasında nə dayanır? Amma deyəsən o sualın cavabını aldım. Özümdə zamanında tapmadığım olmayan, yəni yenə də haqsızlıq eləmək istəmərəm. Yəni əlbəttə mənə də o dəstək edən insanlar olub və yaxud onların mənə öyrətdiklərini deyərdim. Yəni mən onların yolu deyərdim. Bir də əlavə edim ki, yəni tək mən yox, mənim kimi düşünən, mənim kimi olan mən yüzlərlə müəllim tanıyıram və düşünürəm ki, onların, həmin o müəllimlərdən də biz özüm, yəni şəxsən mən özüm motivasiya alıram, onlardan da öyrənirəm. Yəni bu yolda mən tək deyiləm. Yəni belə düşünən, belə olan müəllimlər var yenə də. Mənimlə daha çox biraz eyni tipdə gedirik, amma öz zəhmətinizlə bu səviyyəyə gəlmisiniz. Geri baxanda o gənc şagird ya da tələbə halınızda nə demək istərdiniz? Hə, ilk öncə həmin o cılız, belə sakit o uşağa mən birinci təşəkkür etmək istəyirəm. Yəni hansı ki xatırlayıram ki, yəni sən özüm pes etməmişəm. Yəni vaz keçməmişəm arzularımdan, xəyallarımdan və həmin o şagirddən deyərəm ki, fəxr edirəm. Və bu iki şagirdlərə də demək istəyirəm ki, yəni o cür mübariz olun. Mübariz olsanız mütləq şəkildə qazanacaqsınız. Dediyim kimi mən o, yəni həmin o cılız, sakit oğlana təşəkkür etmək istəyirəm ki, öz arzularından xətt çəkməyib, yəni mübarizə olub və o hansı ki o çəkdiyi o məngənə, o çətinlikləri dəf edə bilib müəyyən köməklər vasitəsilə və ağıllı davranıb, ağıllı düşünüb, yəni və səbirli olub və mən həmin şagirddən, həmin o Babəklə fəxr etmişəm və fəxr edirəm. Ona çox sağ ol deyirəm. Yəni sualımıza keçək. Bəs sizin şagirdlərinizin qarşılaşdığı ən böyük çətinliklər hansılardır və siz onlara çətinlikləri necə dəf edirsiniz? Əlbəttə, hər bir insan bir yolda yəni davam edirsə, yaşayırıqsa hər gün bir çətinlik, hər səhifəmiz bir çətinlikdir. Və əlbəttə ki, hər uğurda da bir problem var. Yəni o problemlərdən hansı ki öyrənirik. Şagirdlərimizin də çətinlikləri var. Biraz bizim nəslin şagirdləri ilə hal-hazırda olan şagirdlərin çətinlikləri fərqli yöndədir. Bizdə əgər informasiya çatışmazlığı var idisə, məsələn, resurs çatışmazlığı var idisə, indiki şagirdlər daha çox bunlardan hamısında təmin olunurlar, təsis olunurlarsa. Sadəcə deyərəm ki, texnologiya əsasında, texnologiyanın da çox inkişaf etməyi müəyyən qədər şagirdlərə mane olur eyni zamanda. Doğru onlar istifadə etməyi, yəni çətinlikləri var. Hansı ki, şagirdlər telefonda sosial şəbəkələrdən daha çox istifadə edirlər və onun düzgün şəkildə istifadə etmirlər, düşünürəm əsasən də. Bu da onların həm səhhətinə, həm də eyni zamanda onların inkişafına mane olur. Yaxşı tərəflərdən savayı pis tərəfləri daha çoxdur və biz ümumi olaraq, ortaq olaraq pis tərəflərdən daha çox istifadə etdiyimizə görə indiki şagirdlər çətinliklərlə rastlaşırlar və bu çətinliklərdə onların dediyim kimi onlara mane olur. Mən bu tərəfdən onlara kömək etmək istəyirəm, çalışıram və biz eyni zamanda bilirik ki, 21-ci əsrdə artıq inkişaf edir, bütün dünya inkişaf edir və indi inkişaf etmiş dünyada zamanlama problemləri var. Buna İngilizcə time management deyilir. Düzgün bəli idarə etmə əgər doğru deyilsə və bu yenə də gəlir bizim savad və yaxud nə qədər savadlı olursa olaq, bizim öz yolumuza mane olur bəzən doğru zamanlama olmayanda. Və şagirdlərimiz də hiss edir, bir müəllim kimi görürəm ki, zamanlamanı düzgün edə bilmirlər. Zamanlamanı da düzgün edə bilmirlər. Bilməyəndə artıq bunların səhhətinə birinci təsir edir. Səhhət çox vacibdir, insanın sağlamlığı çox vacibdir. Amma
mən xatırlayıram məktəb vaxtlarında mənim ən böyük çətinliyim Astarada olduğumuza görə resurs çətinliyi, informasiya əldə etməyin çətinliyi idi. Amma məncə indi hazırda Astarada çox da elə bir yoxdur. Amma Sinif dalında müəyyən qədər ola bilər. O heç bir dərslə əlaqəli. Mən ona o qədər də çətinlik saymamışdım. Çünki uşaqların bu qədər resursla çıxış qaydası var. Mütləq deyil sinif dalında. Yəni o evdə də hər yerdə o resursdan, yəni o lazım olan maksimum ola bilər. Amma mən xatırlayıram məktəb vaxtı bir layihə var idi, adını çəkməyib. Həmin layihə yalnız səhv etməmişəm, Bakıdan olanları qəbul edirdi. Mən Astaradan olduğum üçün qəbul olmamışdım həmin layihəyə. Yəni, biraz ağlamışdım deyəsən. Amma indi hazırda o layihə Astarada var və region gəncləri orada iştirak edir. Zamanla artıq bu proses zənginləşib və hətta mənim bacım artıq o layihədədir. Orada səfirdir. Amma baxanda, mən öz məktəb vaxtıma baxanda həmin vaxt nə qədər informasiyanın çətin əldə olduğunu xatırlayıram və həmişə bir nöqtədə o içində qalır ki, bəlkə mən Bakıda təhsil alsaydım daha fərqli ola bilərdi məktəb vaxtı. Siz bu barədə nə düşünürsünüz? Uşaqların regionda daha çətin təhsil aldığını düşünürsünüz, yoxsa bu daha çox insan özünlə bağlı bir şey? İnkişaf eləmək istəyənlər yeri yoxsa? Belə deyərdim, əslində bu sualın konkret, yəni sadəcə öz tərəfindən cavab vermək istəyərdim. Yəni konkret bir cavabı budur deyə bir şey yoxdur, düşünürəm ki, teorem kimi. Amma məsələn, sənin nümunənə gələndə hal-hazırda bazın onlardan istifadə edir rahat, yəni və bu demək, bunu göstərir ki, artıq sənin bir, necə deyim, təsəlli demək, sənin bir artıq bir baxanda öz çatışmayan bazında görürsən o hissəsini. Və yaxud o bacı da aynı Astarada yaşayır da belə deyərdim, artıq resurs gəlib çatıb bizə. Əlbəttə ki, yəni Bakı şəhər deyilir, Bakının hal-hazırda olan Bakı şagirdindən Astara şagirdini bir etmək o qədər doğru deyil. Yəni ailəsindən tutmuş, böyüdüyü mühitdən tutmuş, yəni çıxır artıq cəmiyyətindən tutmuş, çox böyük fərq var. Amma yenə nümunəli, məsələn, sən və sənin timsalında olan tələbələr, yəni gənclərdə görəndim ki, axı Fəridə də Astarada yetişdi də, yəni bugünkü Fəridə də Astarada yetişdi. Ondan əvvəlki, məsələn, müəllim də Astarada yetişdi. Yəni, xatırlamıram, artıq mən də o Zinayda da Astarada yetişdi, hal-hazırda Amerikadadır. Salamlayırıq onu. Bəli, çox böyük atəşli salamlayırıq. Hal-hazırda saatlıqdalı, sonra bizim. Yəni, axı bu qızlar da, xüsusən qızları demək istəyirəm, Astarada yetişən, həmin ailələrdən çıxan, demək ki, insanla daha çox əlaqəlidir. Amma eyni zamanda sənin dediklərində çox doğrular var ki, daha başqa yerdə ola bilərdi. Bunlar təbii ki, əngəl deyil. Yəni, əlavə etmək istəyərdim, sözünü kəsdim. Amma Bakı şagirdinin də, Bakı gəncinin də özünün bizdə ondan başqa çətinlikləri var. Yəni, əgər belə yanırsa, onun ailəsində olsun, onda resurs, texnologiya, o inkişaf edib, şəhərdə yaşayır, o rahatdır. Amma mən deyəm ki, bir qədər duyğusal vəziyyədə o hissəsində onun da müəyyən çətinliyi var. Yəni, və yaxud başqa yöndən ola bilər ki, oranın tərbiyəli deyək, yəni başqa bir tərəfdən bizdə daha çox yaxşıdır o. Şəhər o tərəfdən, şəhər şagirdliyi, cəmiyyəti o hissədən bir qədər əziyyətli var, çətinliyi var. Mən şəhər məktəblərdə də fikir verəndə, orada bullyingə məruz qalan uşaqlar çoxdur. Yeməkdə istəyir, onların biraz çətinlik. İnformasiyanın heç də çox olmağı demək deyil ki, hər şey əladır. Bunun da öz tərəflərində çətinlikləri var. Amma sadəcə regionda onu demək istəyirəm ki, daha biraz çətin olur gedib çatmaq. Amma çətinliklər sizin də dediyiniz kimi insana daha mübarizə edir. Çünki axırda əldə olunan uğuru mən bacardım deyə bilmək məncə daha xoşbəxt bir şeydir. Xoşbəxt məncə də odur. Biraz çox danışdım. Mən keçin sizdən olan sualıma. Bəs müəllim, bizim üçün siz Babək müəllimsiniz. Babək müəllim, dolu Babək müəllimsiniz. Amma sizin üçün bir zamanlar o Babək müəllim rolunu oynayan müəllim olub. Ya da sizin bir zamanlar Babək müəlliminiz kim idi? Mənələrim olar düşünürəm və belə ad çəkib xüsusi, yəni çünki yaxşı mənələrim olur. Amma bir nəfər belə də haqsızlıq etməyib, yəni bir nəfər müəllim olub ki, onun düzü yanına heç vaxt ondan dərs almamışam siniflərində və həmişə o şəxsə deyirəm ki,
Ona demişəm artıq. Mən həmişə ümumiyyətlə başqa bir tərəf deyim ki, mən insanlara həmişə deyirəm ki, kimisə sevdiyini mütləq deyin və onu hörmət etdiyinizi mütləq şəkildə bildirin. Yəni içinizdə saxlamayın. Mütləq şəkildə deyin ki, o insan müəllim də ola bilər, şagird də, valideyn də ola bilər. Mütləq o sevgini göstərin. Deyin ki, çünki bəzi insanlar, mən özüm insanlardanam ki, o sevgini hiss edəndə biri başqa, onu məndən kimsə deyəndə mən daha çox inkişaf edirəm, daha çox necə deyim, yəni ruh alıram ondan, mən elə qidalanıram sanki. Mən həmin şəxsə deyirəm ki, sizdən mən sinif otağında dərs almamışam, amma həyat tərəfdən dərs alıram. Mən əlbəttə ki, bəlkə də o insan kimi müəllim ola bilmərəm, mən əməkdar müəllimdir, 2 kəbədərdir, belə deyim adını, hazır müəllimdir, dil ədəbiyyat müəllimi. Ondan hələ də öyrənirəm, çünki onun şagirdlərə yanaşmasını, onun səmimiliyini, onun o səlis, necə deyim, yaxşı, gözəl bir müəllim, sinif otağında olan o mükəmməl müəllim olmaqla yanaşı, nəriyyətdə də necə bir müəllimdir o insan. Mən ondan öyrənirəm həqiqətən. Onun o etdiyi, necə deyim, yəni şagirdlərə o dəstəyini öyrənirəm. Və deyərdim ki, elə Azər müəllim deyərdim. Amma əlbəttə ki, mənim üçün başqa gözəl müəllimlərim var ki, mən 2 məktəb dəyişmişəm. Məsəl üçün, mən tarix müəllimi olub, filoloji müəllimi, çox yaxşı müəllimdir, olimpiadalara, yəni askara müəllimi gətirən, o kənarşanı askara gətirən müəllim olub. Yəni ilk uğur deyəndə, əgər ilk uğur qazanmışamsa, mən filoloji müəllimi sayəsində qazanmışam, sertifikat olur. Yəni o vaxtlar, hələ mən 20 il əvvəldən danışıram, biraz da öncədən ki, olimpiadalar olurdu, hal-hazırda biz deyirik, o vaxtlar rayon mərhələsi olardı, tarix fənində. Mən bütün olimpiadalarda ancaq vaxtlar ingilis müəllimiyəm, ancaq tarixdən getirmişəm. Mən hər ildə bir uğur qazanmışam. Birinci ildə və ikinci yer. Aslında tarixdən hal-hazırda saxlamışam. O fəxri fərmanlarımı, o birinci yerlərimi, yəni ikinci yerlərimi, üçüncü yerlərimi mən 5-6-cı sinif ya da 7-ci sinifdən 11-ci sinifə qədər tarixdən olimpiadalarda hamısında iştirak etmişəm. Və yaxud Viktorinalar aparardı bizi. Mən ilk uğurlar orada ilk qırılsın filoloji müəllimi sayəsində olub məktəbdə məndə. Məktəb dəyişəndə artıq şubidə Heybət müəllim, mənim dilərim müəllimim. Onun mənə yəni mən düzdür bizə 2 il dərs keçib, amma o 2 il ərzində mənə nə qədər böyük qatkısı olub bu insanın. Yanında əlavəyə də getmişəm. Məqsilə mənim verdiyi müəllim olur, yəni onun bir anı qayrasını hiss eləmişəm. Yəni, mənim ingilis müəllimim, Səməd müəllim, o da başqa bir məktəbdən müəllim olur. Mən çünki ilk dəfə ingilislə hərflərini onun üstü öyrənmişəm. Düşünün, indi uşaqlara deyirəm ki, motivasiya olsun ki, sizə ingilis bu desək qapaq şəkli olacaq. İlk dəfə 10-cu sinifdə öyrənmişəm. Çünki bizim məktəbdə, kənddə, Devəli məktəbində xarici dil ingilisi olmuyor. Yəni, rus dili tədris olunur. Mən də 3-cü qrup olduğundan, orada ingilis dili mən öyrənməliyəm. Onda nə edeyim? Mütləq hazırlıq lazımdır. Mütləq, mən artıq mən ingilis müəlliminin yanına getmişəm və məktəb dəyişəndən 10-cu sinifdə dəyişmişəm. Təsəvvür edin, ingilislə heç nə bilməyən, heç bir dəfədə dərs almayan şagird 10-cu sinifdə birdən-birə başqa məktəbdə ingilis dərsində oturur. Əlbəttə ki, yəni mümkün deyil öyrənmək. Və müəllim yanına getmişəm, dediyim o Səməd müəllim yanında. O adam mənə sıfırdan yəni deyirəm ki, uşaqlar, əgər siz deyirsiniz ki, biz ingilislə necə öyrənməliyik, harada motivasiya var. Yəni mən ingilislə öz 9-cu siniflərdə, 10-cu siniflərdə deyirəm. Siz məndən qaçda çox bilirsiniz bu gün. Çünki siz 4-5 il bunu oxuyursunuz və ən azını oxuya bilirsiniz. Amma mən heç nə bilməmişəm. E hərfini mən 10-cu sinifdə öyrənmiş adama və o müəllimin sayəsində mənim üçün çox böyük qatkısı olub. Yəni heç vaxt öyrəyə bilmərəm haqqını. Və bəlkə də adını çəkmədiyim digər müəllimlər də var. Onlara da böyük sonsuz təşəkkürümü bildirirəm. Olur, həmin şəxslər olur. Yəni bayaq o rol modeli həmin şəxslər olur. İngilis dilini öyrənmək üçün gec deyil, dostlar. Hələ də gec deyil. Deyəsən, mən az öncə bu sual sevmişdim, amma yenə təkrarlayım, bəlkə fərqli cavab olar. Heç olubdur ki, hansı şagirdinizin hekayəsi sizə öz keçmişinizdən tanıyır. Bəlkə də elə bir an olub ki, mən bu uşağın, şagirdin yerində olmuşam demişsiniz. Olub elə bir an. Bəli, əlbəttə olub. Yəni 10 illik pedaqoji təcrübəm var. Əlbəttə ki, o əsasən xüsusən o görmüşəm ki, şagird özü tək mübarizə aparır, yəni elə şagirdlər. Yəni ola bilər ki, cəmiyyət tərəfindən müəyyən qədər də mən məsələn şagird olanda o belə də bullyinglərdir. Yəni biz o belə termin olaraq bilməm ki, normalda, amma normalda mən özüm də şagird olanda yəni bullyingə məruz qalmışam. Müəllim kimi düşünürlər. Bullyingə məruz qalmışam. Məktəbdə də olub bu. Məsələn, məktəbdə
hər hansı, yəni tutaq ki, mənim atam məktəbdə Qaravulçu işləyib. Yəni hər hansı bir şəxsi münasibəti gəlib sinifdə hiss eləmişəm müəllim tərəfindən, o ailə seçkiliyi, yəni o və yaxud cəmiyyətdə də görmüşəm ki, ay səndə alınmayacaq, məsəl üçün sən hazırlara getmirsən, məsəl üçün və yaxud elə yerlər olub ki, sən onsuz da ali məktəbə daxil olmayacaqsan, sən get Astrada kollec oxu. Hətta mən kollecə çox böyük hörmət edirəm, gözəl yaxşı, amma mən özümdə hiss edirəm ki, yox, məndə var axı, mən o potensialı özümdə görürdüm, mübarizliyi özümdə görürdüm və bayaqda dedim ki, mən tərs taraf dedim. Yəni, bəlkə də mənim tərs olmağımda da onların rolu var, o insanların rolu var. Elə şagirdlərin olub, bəli, və davam edir. Və məsələn, mən bir şagirdim olub, yəni adını çəkməyəcəm, yəni o hal-hazırda mənim özüdə və onun çətinliyi, o da necə ki mən deyirəm, 10-cu sinifdə ingiliscə öyrənmişəm, o adam ümumiyyətlə internet nədir, ümumiyyətlə televiziyadan, işıqdan kənar bir müddət birdən dəyişib gəlib bizim kəndə, yəni çox ucqar bir kənddə yaşayan şəxs olub, 7-ci sinifdə gəlib, 6 ya da 7-ci sinifdə gəlib bizim kənddə yaşayır, başqa yerdə yaşayır, qohumu gildə yaşayır və o necə mübarizə olub, necə vuruşub, necə o lampa işığını görəndə ki, mən ondakı o lampa işığını oxuyur. Mən hansı ki, həmin oxumuşam lampa işığına bir otaqlı evdə ki, mane olmayayım, keçin arxasında lampanı kod vermişəm ki, bəs mən burada dərsimi tapşırıqlarımı edib, səhərki gecə yarısı və o uşaqda, həmin o şəxsdə görmüşəm. O vaxt uşaq indi artıq müəllimdir, çox da uğurlu bir müəllimdir və özü baxsa biləcək, mən kimlə danışıram və o mənim dostumdur və o şəxsdə görmüşəm ki, həmişə düşünmüşəm, hətta deyəlim ki, o məndən daha büyük olub, daha çətinliyin üzərinə getib və daha böyük qalib olub, yəni məsəl üçün. Və onun kimi çoxlu başqa şahidlərim olub ki, və həqiqətən o şahidlər və onlar da mənə bir güc verir, yəni bunlardan da almışam və onların yanında da olmuşam, olmağa çalışmışam ki, ən azı mənim bir qaşqım olsun və yenə olacaq, yəni mənim üçün elə şagirdlər ki, hansı bir mübarizlik, birinci nömrədə mübarizlik və öz arzusunun, xəyalının dalınca savaşmaq elə şəxslər olub mənim. Bunun başqa bir tərəfində elə də sualın biraz fərqli tərəfini cavab vermək istəyirəm, ikinci tərəfini. Elə şagirddə görmüşəm ki, tələbəmi ki, mən onun yerində olmaq istəyərdim. Mənim məsələ arzum olub ki, məsələn, 20 il əvvəl, 25 il əvvəl, 15 il əvvəl ki, kaş mən belə bir məsələsində, layihə, yaxud bu işdə mən hal-hazırda şagirdimi görürəm orada və onda da özümü tapır, arzumu tapıram, öz xəyalımı tapıram, özüm ola bilməmişəm, tapıram ki, və görürəm bugün həmin o şagird, həmin o şəxs indi o yerdədir. Hansı ki, o 20 il əvvəl mən düşünmüşdüm ki, mən orada ola bilərəm, istəmişəm, arzulamışam. İşte bu da ikinci tərəfdir. Yəni, indi burada biz səninləyik deyə nümunələri yenə sənin üzərində gətirmək bizə çox olar, amma yenə eyni zamanda mən belə bir şey sevmişəm, həmişə arzulamışam ki, belə bir stol olsun, belə bir yer olsun ki, mən gedib kimdənsə müsahibə götürürüm, kimdənsə, yəni bu hal-hazırda, yəni sənin yerində olmaq istəyərdi bir şagird kimi, bir tələbə kimi. Yox, bu reallıqdır, bu həqiqətdir. Deyirsən, çox səmimi olacam, yəni. Bəs, sualımı unuttum. Mən əslində çox dəyərli nöqtələr toxundunuz, özünə inanmaqdan, özünə xəyallarına inanmaqdan. Məncə hər zaman xəyallarınıza inanın. Siz öz xəyallarınıza inandıqdan sonra, Allah üçün mübarizə apardıqdan sonra əmin olun ki, hər şey daha rahat olacaq. Və hətta həmin nöqtəyə çatdığınız zaman əminliklə deyə biləcəksiniz ki, xəyallarıma inandım və xəyallarıma artıq yaşayıram. Son sualımıza keçirilmədir. Babək mən, əslində bizim bu podkastımızın başlığı bir cümlə ilə dəyişən həyatlardır. Çünki necə ki, siz o şagirdlərinizin həyatını dəyişmişsiniz. Və indi sizdən istəyirəm ki, bir cümlə ilə hər hansısa bir insan həyatını dəyişən cümlələr ki var. Bəlkə elə birində siz deyəsiniz ki, baxan gənclərin həyatını dəyişsin. Gənclər onu da çox unutmasın. Məşəl, sual. Belə deyərdim, əslində məsələn, tərbiyə qəlbəsin sənə. Bəzən insan şanslı olmaq üçün uğursuz nöqtələri olmalıdır, uğursuzluqları olmalıdır. Çünki hər bir uğursuzluq
işin daha uğurlu tərəfini bizə öyrədir. Məsələn, belə deyək də ki, mən çox layihələrə müraciət etmişəm, yerli və yaxud beynəlxalq. İndi bəzilərində siz qeyd edirsiniz ki, mən getmişəm, oldu, əla, paylaşmışam, bu uğurdur. Amma biz düşünürük ki, bəzi layihələrdə olub ki, keçdiklərdən daha çox sabiqə layihələr olub, mən onlardan uğursuz olmuşam. Keçməmişəm ya birinci mərhələ, ya müsahibə mərhələsində, ya nə bilim son məqamda belə o qədər inandırmışam ki, mən buna keçəcəm, amma ki, uğursuz olmuşam. Və növbəti dəfə bəlkə o layihədə mən uğurlu olanda düşünmüşəm, sonra hər iki application formalı baxmışam və görmüşəm ki, nə qədər fərq var. Demək ki, mən nə qədər inkişaf eləmişəm, bu ilkində inkişaf eləmişəm. Ona görə də uğursuzluqdan qorxmayın, bunu demək istəyirəm. Səbirli olun, uğursuzluqdan qorxmayaq. O uğursuzluq bizi daha böyük uğura aparır, daha güclü uğura aparır. Məsələn, bir yerdə 50'lik, bir layihədə 50 nəfər içində olacağını sən istəyirsənsə, orada uğursuz olursansa, növbəti uca onun onluğuna düşürsən artıq. Hansı ki, keçəni sən sadəcə 50'liklə kifayətlənə bilərdin o yazından. Bu uğursuzluq böyük bir uğurun təməlidir əslində. Sonra da biraz öncə sən vurguladığın kimi xəyalınızın dalınca mütləq şəkildə. Və mən elə uşaq olmuşam ki, bəlkə bunu psixologiyaya bağlayıram ki, mən bir şey istəyəndə tutaq bir layihə üçün, hal-hazırda da indi istəmirəm demək, inşallah reallaşsın o arzum. Bir böyük layihə var, reallaşsın, onda biz toxunacaq həmin məqam ki, mən bundan danışıyorum. Mən ona hər gün vaxt olanda, təşvikdə qalanda, mən öz o arzumu sanki gerçəkləşdirirəm xəyalən özüm üçün. Sanki o podiumda, nə bileyim, və ya o səhnədə özümü görürəm, o sinifdə, o yerdə özümü görürəm, özüm üçün xəyal edirəm və özümü inandırmışam ki, öz arzumu mən çoxlu xəyal edəndə onlar üçün reallaşır. Bir gün mütləq şəkildə reallaşacaq. Ona görə mütləq şəkildə öz arzunuzun, öz məqsədinizi xəyalınızda canlandırın. Xəyalınızda canlandıranda mütləq şəkildə bu xəyalınızı yaşayacaqsınız. Və sonunda da çox kiçik bir şey xatırlatmaq istədim. Mən biləm, düşünəndə ki, həqiqdən qonağı olacaq. Yəni ki, sən bunu xatırlayarsan, sən bunu xatırlayarsan və yaxud bu sinif otağımızda xatırlayacaqsan, geçilərdə. Necə düşünmüşsün? Və biz hansı ki, bu sinif otağında yerdə idik. Bunu qoyacaqsa. Bu da qaydaları yazmışdıq burada. Və indi həmin o fərqə hal-hazırda burada oturur. Məncə elə o sonuncu sualın cavabı da bu olsun. Mənim adadan gəldiyim gündür. Yoxsa yer oturub oturmuşduq. Məncə düşünən o olar. Əgər yəni adamın həmin gün bəlkə də tam xatırlanmır. Onda mən də bu sinif otağından bir xatirə danışırım. Mən startup layihəmin ikinci təqdimatından qayıtmışdım. Ada Universitetində çıxış eləmişdim və hansı ki, əslində həmin vaxtlar ingilisim çox da yaxşı olmasa da, yəni məktəb haqqında çox da danışığa önəm vermədiyimiz üçün, amma mən həmin vaxtda ingilis dilində çıxış etmişdim, həmin o arenada, adanın səhnəsində. Bəlkə də mənim üçün ilk idi. Mən qayıtdım və sabahsı gün İngilis dili hazırlığım var idi və gəldim hazırlığa. Mən qapıdan içəri girdiyim an Babək müəllim Astaramızın qüruru deyib bütün uşaqlara məni alqışlatmışdı. Bilmirəm, bəlkə də həmin ana qədər çox səhnələrdə olmuşdum, məni alqışlayanlar olmuşdu, amma həmin an hiss elədiyim duyğunu mən bir daha heç bir yerdə hiss eləməmişəm Babəkdən. Çünki həmin an elə bir inamla oradakı şagirdlərə onu elə ötürdünüz, mənə onu elə orada hiss elətdirdiniz ki, sanki həqiqətən də nəyisə bacarmışam hissini mənə yaşatsınız, nəyisə bacardım hissi. O məncə sizin inandığınız insanlardan, sizə inandıqlarını görəndə və yaxud hiss edəndə məncə o uğurun özüdür. Və hətta mən Firdayı səhifəmi təzəcə açdığım müddətdə ilk videomun altına bir qız yorum yazmışdı ki, mən səni Babək müəllim məşqəsindən tanıyıram, sən adadan qayıtmışdı, Babək müəllim səni alqışlatmışdı və həmin gündən səni tanıyıram. Tanırdım, amma həm də çox qəribə bir hiss yaşayırdım ki, çünki Babək müəllimdən eşidirdim o sözləri. Babək müəllim mənim üçün önəmli bir insandır və Babək müəllim bu məşqələ otağında bu uşaqlara məndən bəlkə də neçə dəqiqələrlə danışmışdı. O anda mənim üçün çox qiymətlidir, heç vaxt unutmuram. Bəlkə də mənə həyatımla
toxunan ən vacib anlardandır. Çünki bayaq dediyim kimi xəyallarınıza inanın, özünüzə inanın deyəndə bəzən sizə inanan insanların olmağı da çox önəmlidir. Həqiqətən də xoş ki, mən əgər kiçik, az da olsa toxuna bilmişəmsə, mən çox xoşbəxt hiss edirəm mənim kimi özümü və düşünürəm ki, bizim də ən böyük uğurumuz var. Yəni, aldığımız ruh, bunlardır. Yəni, belə bir kimi kiçik tələbələr tərəfindən və ya bu cəmiyyətimizdə bu kimi kiçik qığılcıqlar bilsələr ki, bizi daha güclü edir, daha yaxşı edir. Mən təşəkkür edirəm. Bizə toxunan müəllimlərdir, müəllimlərimizin sözləridir. Ona görə müəllimlərə də bir neçə sözüm var ki, şagirdlərin həyatında olan rolumuzu heç də kiçik görməyin. Bəzən bir sözünüz, bir baxışınız, bir cümləniz onlara elə güclü təsir edə bilər ki, bəlkə də onlar o təsiri heç bir yerdən almırlar. Mənfi də ola bilər, bu müsbət də ola bilər. Nə xoş mənə ki, mən Babək müəllimdən ancaq müsbət təsiri görmüşəm. Mənə çox stimul verib bu yolda və hətta günün bu günündə də biz Babək müəllimlə qarşılaşanda da, danışanda da həmişə burada olduq. Mən buradayım sözünü həmişə hiss elətdirir. Sadəcə demir, sözdə deyil o. Ona görə Babək müəllimə təşəkkür edirəm. Həm məni qırıyıb, qonağım olduğunuz üçün, qəbul etdiyiniz üçün təşəkkür edirəm. Həm suallara bu qədər aydın və ətraflı cavab verdiyiniz üçün təşəkkür edirəm. Çünki biraz emosional suallar idi. Babək müəllim hər birində cavab verdi. Məncə hamımız üçün çox maraqlı oldu. Sizin son sözünüz? Son söz çox təşəkkür edirəm. Həqiqətən, mənim üçün çox xoşdur ki, məni dəvət eləmisən və sevə-sevə, əlbəttə işləmə sevə-sevə gəldim. Yəni, və bu sənin mənə olan şəhərindir və eyni zamanda kamera arxasında olmaya təşəkkür edirəm. Üniversitetinizi çəkim və siz çox uğurlu gənclərsiniz. Mən çox xoşbəxtəm ki, ətrafınızda belə gənclər var, işıq saçan gənclər var və yolunuz çox işıqlıdır, əmin ola bilərsiniz, parlaqdır və buradan eyni zamanda fürsətdən istifadə edib sizin timsalınızda olan bütün gənclər, gənc qızlar, oğlanlar, müslüman qızlar tərəfindən çox xüsusi verilən istəyirəm, verməyə çalışacağam. Amma fərqi yoxdur, oğlanlar olsun belə. Çox uğurlu, yəni yolunuz çox işıqlıdır, parlaqdır və mənim üçün, mən bayaqları ilk görüşdə dedim ki, yəni mən bir neçə görüşlərdə olmuşam, amma bu kimi belə suallar, həm də sanmalı suallar deyil, amma biraz belə daxilinə təsir edən, emosional deyə, o hissələrə olan suallarla yəni, bu gün müsahib olmamışam, amma bu gün tam o səhifədə ilk dəfə idi ki, mən o səhifədə olan suallara cavab verdim və tam özüm kimi cavab verdim və çox xoş oldu, təşəkkür edirəm. Sənə bu layihəndə uğurlar arzu edirəm ki, bu ilk artıq illər keçəcək və artıq min yıllarla bizləyişin olacaq. Yəni bunu gözəl şəkildə inkişaf etdirəcəksən, mən də hər zaman bu və ümumiyyətlə öz karyeranda olan gələcəyində mən sənə hər zaman bir müəllim kimi, bir dost kimi kömək etməyə hazıram. Təşəkkür edirəm. Çox sağ olun müəllim. Bizi izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, hər birinizə xoş keçib və bu podkastdan, ümumiyyətlə bu videodan nəsə qazanmışsınız və yaxud da Babək müəllimin hekayəsini və ümumiyyətlə danışıqlarımız sizdə, qəlbinizdə harasa toxunub. Məncə ən önəmlisi oldu. Bizi izlədiyiniz üçün çox sağ olun. Təşəkkür edirəm.